Salam, hər vaxtınız xeyir olsun, əziz və hörmətli Azərbaycanın dəyərli millətim, dəyərli Azərbaycanlılar. Mən Azərbaycan Respublikasında yaşayan hər bir vətəndaşa Allahdan uzun ömür, can sağlığı arz edirəm. Hər birinizə gözəl günlər nəsib olsun inşallah. Və mən buradan birbaşa sosial şəbəkələrdə olan Mingəçevir şəhər icra başçısı ilə bağlı gəzən hansı ki xoşa gəlməz hallar görürük. Onlar da ki ağlarının başına top eləsin, bir insanın həqiqəti görən insanlara xəyanət etmək düzgün deyil və ləkələmək düzgün deyil. Üçün bugün Mingəçevir şəhərinin icra başçısı çox hörmət etdiyim, çox dəyər verdiyim, yəni ki hər zaman ona hörmət edirəm. Nədən? Onu da izah edəcəm. Hörmətli İlham İsmailov müəllim çox dəyərli başçı, çox hörmət etdiyim insan, xalqın arasında gördüyüm insan, daimi şəhid ailələrindən, qazilərlə, veteranlarla, çətin durumda olan insanlarla və məhz hər zaman onu marketdə öz evinə bazarlıq etdiyini görmüşəm. Mən onun sadəliyini, onun şəxsən saat 6-da onu kürün qıranda, xalqın arasında gəzdiyi zaman məhz onun iş vaxtı saat 6-da, 7-də arası belə xalqla görüşündə başlayır. Yəni ki, şəhər atmaq, o cür şəhərin bütün abadlıq işində, şəhərimizin bütün məktəb və bağçaların təmirində, bir neçə bağça qalıb ki, onlar da təmir olacaq növbəti illərdə və bütün Mingəçevir şəhərin binaların fasadında və belə üz örtüyünü, belə deyək, və tavanı dəyişməsi, yəni ki, krişasının dəyişməsi, bunun hamısı xoşa gələndir və Mingəçevir şəhərinin abadlıq işdə hamının göz qabağındadır. Mən sizə hətta bir neçə dəfə də bu haqda çəkiliş etmişəm, canlı yayınlarımız olub, xalqa, millətə bu gözəl görülən işləri göstərmişəm. Və əziz, dəyərli millət, hər birinizdən xahiş edirəm, gördüyünüz hansısa mənfi bir nəysə varsa, biz üç qardaş olaraq, şəhid qazi veteran ailəsi olaraq, xalqın xidmətində olan bir Azər Bağırov olaraq rəhbəri bu işin sizə söz verirəm ki, heç bir məmurun gördüyü işə biz yalandan tərif yağdırmarıq. Heç bir məmur da bu işdən yayına bilməz, qaça bilməz. Çünki bizim gözümüz hər yerdədir. Biz necə deyirlər, fədailər, dövlətinə xidmət edənlər, təmannasız olaraq, könüllü olaraq, bu işin davamçısı olaraq biz hər bir regionumuzdan bu işə bacı qardaşlarımızı cəlb etmişik. Şəhid ailələrinin üzvüdür, qazi balalarının övladlarıdır, savadlı və bugünkü necə ki, cənab prezident savadlı, ağıllı kadrları bütün Azərbaycan Respublikasında savadlı insanları ki, istəyir ki, irəli geçsin övladlarımız 4-5 dil bilən icra başçılarını vəzifəyə gətirməsi bizi məhz çox sevindirir. Cənab prezident, Ali Başkomandan, sizə xalqın yumruğu ləqəbini bütün bu xalq veribdir. O dəmir yumruğun sahibi sizsiniz, xalqın yumruğunu daşıyırsınız, biz də sizin əskəriniz olaraq yanınızdayıq. Və xəyanət, nə qədər insan varsa xəyanət edir dövlətimizə, xalqımıza, əlbəttə ki, çox istəyərdik ki, bunları cəzalandırasınız, bütün sərvətini xalqa, necə deyərlər, dövlətin büdcəsinə, xəzinəsinə, oradan da xalqa ötürmənizi rica edirəm. Maaşların artmasına, pensiyaların artmasına, sosialın artmasına və bizim əskər və zabitlərimizin, qazilərimizin, veteranlarımızın maaşlarının artmasına sərf edəsiniz inşallah. Mən buna inanıram. Bu da gələcək nəsil də bunu görəcək ki, bizim Ali Başkomandan dəmir yumruğu elə belə əlində deyil. Bütün dünya siyasətini də görürük. Cənab prezident 200-dən artıq dövlətdə bu uca bayrağımıza fəxr edirik ki, biz Azərbaycanlıyıq şüarı ilə dünyada öz sözümüzü deyirik və sizin dünyadakı bir nömrəli ofisdə Azərbaycan dövlətinin Ali Başkomandanı olaraq Amerika Birləşmiş Ştatlarında siz dünyanın birinci ofisində etdiyiniz
sizinlə Trump'ın zarafatı da, onun sizə etdiyi hörməti də biz hər şeyi göz qabağında. Elin gözü tərəzidir. El yerində belə bir məsələ var. Və sizdən çox rica edirəm, cənab prezident. Çox xahiş edirəm ki, İlham İsmailov kimi savadlı, məhz xalqının qədrini bilən, vətəndaşın qədrini bilən vətəndaşı, qədrini bilən icra başçıları seçəsiz. Çünki mən bir ulu öndərçi olaraq, mən heç bir icra başçının mənfi işini tərif yağdırmaram. And olsun Allahın kəramətinə ki, bu belə də olacaq. Heç bir ona indiyənə qədər bir ağız açmamışam. Heç bir şəxsi özüm üçün heç bir şey ona deməmişəm və xalq üçün hər zaman o xalqın arasında olduğu üçün özü xalqı görür, onlarla söhbət aparır, açıq mikrofonda sağ olsun şəhərimizin həm də polis rəisi Ədalət müəllim çox sağ olsun, var olsun, bərabər başçı ilə xalqa mikrofon qarşısında hər kəsə, vətəndaşa söz verirlər və bütün şikayətləri dinləyirlər və şikayəti dərhal aradan qaldırması icra başçısı cənab çox hörmət etdiyim bir daha deyirəm ki, həqiqətən də bu tərifə layiq mənim gözümdə bir insandır və xalqın gözündə tərifə bir layiqdir. Bir neçə faiz əlbəttə ki, bütün qurd həmişə öz içindən, ağacın öz içindən yeməlidir. Ona görə ki, uğurlara sevinməyən Ramiz Meytiyev kimi insanların ətrafında olanları cənab başçının çox hörmət etdiyimiz İlham müəllimin adına çıxmaq, onun adına qara ləkmə yaxmaq ki, məhz onun qoyduğu insandır. Xeyr, ulu öndərçi İlham Əliyev cənabları özü gözəl bilir ki, kim harda, nə cür çalışır. Hər şeyi izləyir, hər şeyi görür, kimin xəyanət etdiyini də dərhal işindən azad edəkdirir və qoluna qandalı vurdurub bütün varını, dövlətini, sərvətini əlindən almağa çalışır ki, bir daha belə işlər olmasın. Əlbəttə ki, ən böyük cəzanı cənab prezidentin onun etimadını doğrultmayandır. Yəni bunu bilsin ki, yəni İlham Əliyev cənablarını hər kəs öz dəstəyini göstərir, xalq sizinlədir. Bundan sonra güzaranımızın yaxşı olması üçün qarşıdan gələn 26-cı il bizə şərri olsun və hər bir vətəndaş gözəl firavan yaşamasını Allahdan arzu edirəm. Əziz və hörmətli bacılar, qardaşlar, mən çox xahiş edirəm, hər zaman sosial şəbəkədə diqqətli olasınız. Düzgün, necə ki mən aşkar edirəm, necə ki rayonlara, şəhərlərə, kətlərə, qəsəbələrə getdiyimi hər biriniz bilirsiniz ki, mən açıq-aşkar kimin şəhidə dəyər verdiyi və kimin qaziyə dəyər verdiyini, hər şeyi açıq-aşkar icra başçılarına səslənmişəm. Gəncə icra başçısından çox narazıyam və sosial şəbəkədə çəkişimdə də var ki, qazinin evi başını uçur, Niyazi Bayramov 500 minlik maşında gəzir. Bu, əlbəttə ki, dözülməzdir. Bərdənin icra başçısı, Bərdəni neçə ildir orada hökmdarlığı edir, şəhid anasının tarlasını ot atdırır. Bunu da bütün xalqa demişəm və cənab prezident də bundan məlumatlıdır. Və bundan müqəddəs bizim, müqəddəs, şəhid anası bizim üçün müqəddəsdir əlbəttə ki, müqəddəs qardaşlarımızın ziyarət etmək üçün mən Şəhidlər Xiyabanına girdim, acınacaqlı bir durumla rastlaşdım. Nə ilə? Şəhidimin lövhəsinin üstünə qırmızı, yaşıl rəngdə plastiklə mənim qardaşımın üstünə adını yazılmışdır. Bütün mərmərlər dağılıb, onu açıb hamısını çəkmişəm. Gəlin Mingəçevir icra başçısının gördüyü işlərə də baxın. Səhər saat 9-da bütün Şəhidlər Xiyabanında hər tərəf süpürülür, hər bir mərmər yuyulur, təmizlənir lövhələr. Bunlar hamısı nədən ibarətdir? Xalqına verdiyi, şəhidinə verilən dəyərdən ibarətdir. Onun üçün də əziz və hörmətli bacılar, qardaşlar, mən Lerir yanından başı evinə, ev başına uçan bir 5 övlad anası, 2 əskər böyüdən ana, 3 ana böyük gələcəyin anasına evi başına uçur. Biz neçə dəfə ana müraciət edib, hətta heç qapıdan içəri buraxmayıbdır. Belə icra başçıları var ki, məhz Cəlilabad rayonunun icra başçısı 5 dənə övladı olan qazi qardaşımı 10 dəfə qəbuluna gedib qəbul etməyib. Qazi qardaşım işlə təmin edilməyib. Burada da baxırıq, bütün qaziləri, qardaşlarımızı, hamısını icra başçısı yönəldir, harasa, ora, bura, hamısını çalışır ki, işlə təmin etsin və onları, veteranlarımızı, şəhid ailələrini, şəhid övladlar, şəhid xanımları, onları işlə təmin etməyə əlindən gələndir. And olsun Allahın kəramətinə ki, mən heç bir zaman kiminsə xoşu gəlsin deyin söz demərəm.
Məni güllələsəniz də deyəcəm sözümü ki, biz vətəndaşlar hər zaman sadiq insanı çox sevmişik, hörmət etmişik və paxıllıq hissi ilə yaşayan, qarnı içi qurd olan insanlar da nə edib? Qardaş qardaşa geri gələndə paxıllıq edib. Onun üçün də gəlin düzgün düşünək, sosial şəbəkələr o gedən videolara inanmayaq. Anar müəllim burada sağ olsun, yeri cavan oğlandır, yeni gəlibdir. Anar İsmailov, İsmailovdur deyəsən, bəli. İsmailov cavan oğlandır. Mən bilirəm 7 nömrəli məktəbin həm də direktor olub. İndi də xalqın seçimi ilə, millətin dəyərli övladlarının seçimi ilə Anar müəllim bələdiyyə sədri gəlibdir. Qardaş, biz ağzımızı açdıq, ona şəhidlər binasının qarşısında necə deyərlər, bir neçə skameyka istədik, 4-ünü 5-ini həll etdi. Ki, şəhid anaları burada oturacaq, şəhid övladları oynayacaq. Ona besetka verdi, ora kraskalar verdi ki, biz orada necə deyərlər, həm də o kraskalarla mağar, xeyir-şər mağarın içini təmir edib özümüz onu gözəl bir təmir etdik və fasadın da bütün o şəhid 92-ci ilin şəhidlərinə uyğun veteranlar binasında da icra başçının gözəl təmir etdirib və xalqa verdiyini, binanın qarşısında su çəkilməsini, hətta qazi qardaşımızın orada bulaq salması və cənab başçını da sevindirmişdir insanlar. Çünki biz xalqa əl-ələ verib çalışan insanlardanıq. Onun üçün də əziz və hörmətli bacılar, qardaşlar və əziz Mingəçevirlilər, çox xahiş edirəm, heç vaxtı yalana inanmayın, şərə inanmayın. 2-3 nəfər bir insanın hansısa bir problemi kənarda qalıbsa, o demək deyil ki, o diqqətdən kənardadır. Əlbəttə ki, hər bir şeyin bir yeri var. Bilirsiniz necədir? Allaha şükürlər olsun ki, dövlət tərəfindən şəhidlər ailəsinə göstərilən qayğı mükəmməldir. Və bundan sonra xahiş edirəm ki, Üç Qardaş proqramının adından deyirəm, Respublikada bütün şəhərlər və bölgələrə, rayonlara, kəndlərə xahiş edirəm. Veriləndə paylar çox xahiş edirəm ki, şəhid ailəsinə verəndə, qazi ailəsinə verəndə veteranlar da yaddan çıxmasın. Veteranın ailələri, onlar da dövlət tərəfindən hədiyyə gözləyirlər. Hansısa bir korobkadır, nə olar ki, bu dövlətin Allaha şükür sərvətini Ramiz Mehdiyev bütün Amerika, dünyanın hər tərəfində yığıb aparıbdır. Biraz da bu xalqa, onun pulundan xalqa və veteranlarımıza o hədiyyələrdən verilsin. Niyə verilməsin ki? Qardaş, hamımızın qardaşlarımız döyüşübdür. Polisi də döyüşüb, onun daxili qoşunları da döyüşüb. Ehtiyatda olan zabitlərimizin hamısı döyüşübdür və hamısı dövlətdən pensiya alıb yaşayırlar. 2000-3000 maaş alan pensionerlərimiz həm də olsun. Bu dövlət edir bunu. Deməli, vəsait var ki, bunu edirlər. Evlə təmin edirlər. Kənarda, diqqətdən kənarda qalan insanlarımız da biz sosial şəbəkədə əlbəttə ki, aşkara çıxardırıq. Onu xalqa xidmətini göstəririk. Cənab Prezidentin bizə verdiyi tapşırıq, yəni ki, ona verdiyimiz siqnal, dediyi kəlmələri işlədirəm ki, verdiyimiz o siqnal istəyərik ki, yerindəcə həll olunsun və olur da. Mən neçə dəfələrlə sosial şəbəkədə müraciət etmişəm, o dərhal öz bəhrəsini verir. Məsələn, Ağdam rayonunda Sarcalı kəndində binanın qarşısındakı, kənd binalarının qarşısında və o bayraq meydanında əkilən ağaçlarla bağlı çəkiliş etmişdim. Mən orada o abadlıq işlərini yenidən bərpa olunmasını gördüm. Çünki o çəkilişdən sonra bunlar baş verdi. Niyə? Yəni, bilirsiniz, qonaqlar gəlir, o gəlir, bu gəlir. Belə deyək, Azərbaycan Respublikasının bütün dünyaya göstərən cənab prezident gəlir və o çəkilişlərdə əlbəttə ki, yeni əvvəlcədən ağaçlar yaşıl olmalıdır, odur, budur. Amma sezonla bağlı olaraq ola bilər ağaçlar qurumasının səbəbi bundan olar bilər. Amma diqqət ayrılmalıdır, qardaşlar. Bu Azərsu hara baxırsan, şəhid anası şikayətçi, Azərqaz hara baxırsan, şəhid anası, şəhid atası şikayətçi, Bərdə rayonunda çox acınacaqlı bir durumda qaz balonu işlədirlər. 3 mərtəbədə bir ailə yox ha. Orada yaşayan ailələr 3 bloklu və 3 mərtəbəli binanı vurun 3 mənzildən görün neçə ailə orada yaşayır. Neçə körpə balalar orada yaşayır. O qazın biri partlasa nə olacaq? Fövqəladə Hallar Naziri çox rica edirəm ki, Bərdə rayonunda həmən o sosial şəbəkədə paylaşıma diqqət edəsiniz və onu dərhal aradan qaldırasınız. Amma gəlin görək o Mingəçevir şəhərində bir dənə belə bir hal varmı? Yoxdur.
Başqa bir rayona gedək, nəzər salaq. Gəncə dedim, qardaş, Ağcabədi rayonunda Hindarx-Ağdam yolunda 3 ildir. 3 ildir dövlət tərəfindən pul ayrılıb və dövlət tərəfindən alınıb verilən bir necə deyirlər, həmən o dövlətin pulu yoxdur, mənimsənimmi, nərəsə qaçdı, bəlkə başqa bir yerə yönəldib, amma onun hesabatı da heç getməyib. Şəhid anası, şəhid atası, orada Gəncə, Ağcabədi rayonunda əziz və hörmətli tamaşaçılar. Atamız fəryad edir. Qardaş, əlini qolunu soydur. Ata orada bir Qəhrəmanlar Muğanlı kəndində Qəhrəmanlar Parkı var. Orada bütün şəhidlərimizin lövhəsinə əhd edib ki, bütün lövhələri salacaq. O lövhəni vurmağa Ağcabədi rayon icra başçısı dayandırıb. Xeyirdirmi? Siz nə qarmaq istəyirsiniz? Bu xalqı, bu şəhidə nə qarmaq istəyirsiniz? Deyin, biz də bilək. Bunun hamısını əlbəttə ki, hər şeydən cənab prezident məlumatda olacaq. Çünki o siqnalı biz xalq, ictimaiyyət olaraq xalqımızın ali başkomandanı cənab prezidentə çatdıracağıq. Sizə bundan sonra həyatda gözəl günlər arzu edirəm. Qarşıdan gələn bayramlarınız gözəl günlər çox olsun. İnşallah ki, yaxın gələcəkdə çox gözəl dəyişiklikləri görmək ümidi ilə hər birinizdən ayrılam, öpürəm. Hər birinizi bağrıma basıram. Şərəfli, hörmətli Azərbaycan xalqı. Çox sağ olun Ali Başkomandan, cənab prezident. Allah sizi qorusun.